Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. Allah'ın selamı, rahmeti, bereketi, mağfireti cümlemizin üzerine olsun değerli dostlar. İslam İlimler Mektebi Arapça dersleri silsilesine her biriniz hoş gelmişsiniz. Arapça yazı dersleri başlığı ile takdim ettiğimiz daha evvelki ders silsilesi Arap dilini yeni öğrenenler için hususi ehemmiyet kesbedirdi. Bu dersleri izleyip benimsediğinize inandıktan sonra bugün itibariyle Allah'ın izniyle yeni bir merhaleye, Arapça derslerine başlıyoruz. Arap dilinin incelişlerini öğrenmeye başlamazdan evvel bugünkü dersimizde Arap dilinden Azerbaycan diline geçmiş kelimeleri nazardan geçireceğiz. Hem yazılışlarını hem de telaffuzlarını müzakere edeceğiz. Bu yanaşmanın məqsədi Arap dili ile Azerbaycan dili arasında mövcud olan oxşar kelimelerin sayını sizlere gösterebilmek ve həmçinin Arap dili ile əlaqəli zəngin söz bazamızın ne kadar geniş olduğunu size tanıtmaktır. Fərqində olsaq da olmasaq da Azerbaycan dilində əslində yüzlərlə, bəlkə də minlərlə ərəb mənşəli kəlmədən istifadə edirik. Xüsusilə digər millətlərə nisbətən bizim Ərəb dilini öyrənmədə kəlmə xəzinəsi baxımından müstəsna bir üstünlüyümüz var. Bu dərsimizdə ehtimal ki daha əvvəl fərqində olmadığımız bir xəzinəni ərəbcə kəlmə bazamızı üzə çıxaracağıq inşallah. Bu mövzu adı altında bilinməsi lazım olanlar bunlardır ki, biz bunları daha əvvəl ərəbcə yazı dərsləri başlığı altındakı dərs silsiləmizdə də dəfələrlə təkrar eləmişdik. Ərəb hərfləri ilə Azərbaycan əlifbasında istifadə etdiyimiz hərflər tələffüz baxımında bir-birindən fərqlilik göstərir. Buna diqqət eləməyimiz lazımdır. Bir kəlməni ərəb dilində tələffüz etmək istədiyimiz zaman o kəlmənin o dildəki fonetiyinə diqqət eləməmiz lazımdır. İndi isə həm ərəb dilində, həm də Azərbaycan dilində müştərək olan kəlmələri nəzərdən keçirək və aralarındakı tələffüz fərqlərinə baxaq. İlk kəlməmiz ehtimal. Ərəb dilində bu kəlmə ihtimal olarak telaffuz edilir. Bu ilk dersimizde yazı derslerinin təkrarı olması mahiyetinde örnekleri yazmağınızı da xahiş edirik. Hem söz bazamızı genişləndirək, yeni kelimeler əzbərləyək, hem de elimizi Ərəbcə yazmağa alıştırmış olaq. İlk kelimemiz ihtimal. İhtimal. İhtilaf kelimesi Arap dilinde ihtilaf. Burada bir hareketsiz elif var ve lam harfini uzatır. İhtilaf. Bizim dilimizdeki esas kelimesi Arap dilinde esas olarak telaffuz edilir. Esas. Elem. Azerbaycan dilindeki telaffuzu ile Arap dilindeki telaffuzu eynidir. Elem. Emel kelimesi de aynı şekilde telaffuzu her iki dilde de eynidir. Emel. Emin kelimesi Arap dilinde emin hareketsiz ya sebebiyle mim harfini uzadırıq. Emin. Emin. İnkar kelimesinin Arapça inkar şeklinde telaffuz edilir. Arap dilinde ç sesi yoktur. İnkar. İman. İman. Bariz. Bariz. Bukhar. Bukhar.
Təc. Azərbaycan dilindəki qarşılığı tac şəklində tələffüz edilir. Təc. Təbəssüm. Təbəssüm. Tərk. Azərbaycan dilindəki k səsini ərəb dilində k olaraq ifadə edirik. Tərk. Təqdim. Təqdim. Tənzim. Tənzim. Qalın və pəltəc bir hərfi idi. Səbit. Səbit. Azərbaycan dilində pəltəc bir hərf olmadığına görə sabit şəklində tələffüz edirik. Ərəb dilində isə s hərfi incə və pəltəc bir hərf olduğuna görə səbit şəklində oxuyuruq. Cahil. Cahil. Biz bu kəlməyə cahil desək, Azərbaycan dilində tələffüz etmiş olaraq. Ancaq cahil ərəb dilindəki fonetik qarşılığıdır. Caiz. Caiz. Cesur. Cesur. Cild kəlməsi Azərbaycan dilində cim hərfini biz c olaraq tələffüz edirik. Cild. Amma ərəbcə fonetik qarşılığı cild. Cihaz. Cihaz. Cihaz dediyimiz zaman Azərbaycan dilində danışmış oluruq. Ancaq cihaz dediyimiz zaman ərəb dilində bir kəlməni tələffüz etmiş oluruq. İkisi arasında və digər kəlmələr arasındakı fərqlərə diqqət eləyək. Ərəbcə söz bazamızı genişləndirərkən bu kimi fərqləri də nəzərə alaq. Cəhənnəm demirik, cəhənnəm şəklində tələffüz edirik. Cəvar. Hal. Hac. Harb. Harb. Hasad. Hasad. Hak. Hak. Haber. Haber. Dükkan. Dükkan. Dükan Azərbaycan dilindəki tələffüzdür. Ərəb dilində şəddəli və uzadan bir əlif var. Ona görə dükkan şəklində oxuyuruq. Sahil. Zaman. Ərəbcədən Azərbaycan dilinə keçən sözlər həddindən artıq çoxdur. Hər birini bu dərsimizdə zikr etməyimiz və yazmağımız mümkün deyil. Ona görə də bu kəlmələrin hər birinə təmas eləməyimiz bu dərsdə mümkün olmadığına görə bir neçə kəlməni örnək verərək
Bununla kifayətlənmək istəyirik. Digər kəlmələrə baxaq. Həm Azərbaycan dilində, həm də ərəb dilində müştərək olan, ortaq olan kəlmələr ki, bunların arasındakı fərqlər sadəcə tələffüz, fonetik fərqlərdir. Xafif, biz buna xəfif deyirik. Tarix, tarix deyirik. Muallim, fincan, sahra, mudir, rassam, mutercim, vakt, ism, kitab, mühendis, məşhur, məşğul, qafəs. Dikkat edirsinizsə, ərəb dilindəki oxunuş qaydası nədirsə, onlara diqqət eləyərək oxumağa çalışıram. Çünki yeni bir dil öyrənirik və bu dildə tələffüz çox önəmlidir. Dəftər, qaləm, məscid, talib, dərs, tabib, muhim, dəva, qalb, imtihan, alim, məkan, şəxs, hayvan, şiir. Gördüyünüz kimi ərəbcədən Azərbaycan dilinə keçən kəlmələr həddindən artıq çoxdur. Bu da iləriki zamanlarda ərəb dilini öyrənərkən cümlə qurmaqda bizə çox köməklik eləyəcək bir vasitədir. Çünki cümlə kəlmələrdən meydana gəlir. Kəlmə xəzinəmiz nə qədər genişdirsə, o qədər gözəl və mənalı cümlə meydana gətirə bilərik. Diqqət eləyəcəyimiz bir digər önəmli xüsus, dilimizə ərəb dilindən keçən sözlərdən sonu yuvarlaq tə, yəni tə-i mərbuta ilə bitən sözlər var ki, bunların tələffüzündə iki fərqli kateqoriya ortaya çıxır. Birinci kateqoriyamızda oxunduğunda axırdakı tə hərfinin tələffüzdə yer aldığı qism. Məsələn, aşağıda da örnəyini vermişik. Dəvlə tə-i mərbuta ilə bitir. Ərəb dilində dəvlə durulduğunda bu şəkildə oxunur, amma Azərbaycan dilinə dövlət axırdakı o tə tələffüzdə yer alaraq keçmişdir. Ni'mə, amma Azərbaycan dilinə nemət olaraq keçib. Bir digər örnəyimiz şikayə, Azərbaycan dilində şikayət olaraq tələffüz edilir. Biz bu kəlməni axırdakı o təni fonetikə daxil eləyərək almışıq. Bunun da örnəklərini görək. Bərakə, ərəb dilində bərakə durduğumuz zaman hə hərfi kimi oxuyuruq. Amma Azərbaycan dilinə bərəkət olaraq keçmişdir. Bərakə, ticara, ticara Azərbaycan dilində ticarət olaraq tələffüz edilir. Mən örnəklərin hər birini yazaraq dərsin vaxtını uzatmayım. Sizlər bunları öz dəftərinizdə məşq eləyərək əlinizi alışdıra bilərsiniz və kəlmə xəzinənizə daxil eləyə bilərsiniz. Sadəcə oxuyaraq tələffüzünü zikr eləyərək davam etmək istəyirəm. Növbəti kəlməmiz sərvə. Azərbaycan dilindəki qarşılığı sərvət. Cəsərə. Bizim dildəki qarşılığı cəsarət. Cənnə. Biz cənnət deyirik. Həqiqə. Həqiqət deyirik. Rahmə. Rəhmət. Bu başlıq altında zikr eləyəcəyimiz bir çox örnək var. Onlardan bəziləri yenə belədir. Həyə, həyat. Ziyarə, ziyarət. Zəkə, zəkat. Səə, saat. Adalə, ədalət. Lüğə, lüğət. Şərikə, şirkət. Birinci kateqoriyamızda tə hərfi tələffüzdə yer alırdı. Ancaq ikinci kateqoriyamızda tə-i mərbutalı sözlər oxunduğunda
Ahırdaki o T harfi telaffuzda yer almır. Bunlara örnek verək. Ka'be, Çəbə. Sondakı bu T'ni kelimenin telaffuzuna dahil etmedik. Ka'be, Çəbə. Sulale, sülale. Netice, netice. Sondaki T herhangi bir şekilde fonetike veya yazıya Azerbaycan dilinde yansımadı. Bu ikinci kısma örneklerdir. İdara, idare. İstişare, istişare. İstifade, istifade. Terbiye, terbiye. Cümle, cümle. Hikaye, hikaye. Levha, lövhe. Secde, secde. Bu başlık altında zikredeceğimiz diğer örnekler belədir. Qal'a, qala. Hediye, hediye. Netice, netice. Mahkeme, mehkeme. Matba'a, metbe'e. Adale, ezele. Şebeke, şebeke. Sure, sure. Harita, harite. Bəli, dəyərli dostlar, bugünkü dərsimizdə biz sizinlə ərəb mənşəli kəlimələrin Azərbaycan dilindəki istifadələrini görmüş olduq və bu kəlimələrin ərəb dilində necə tələffüz edildiyinə diqqət yetirdik. Bu ilk dərsimizdəki məqsədimiz ərəb dili ilə Azərbaycan dili arasındakı oxşar kəlimələrin nə qədər çox olduğunu sizlərə göstərmək. Ərəb dili çox zəngin bir dildir. Ancaq Azərbaycan dilində də ərəb mənşəli bir çox kəlmənin mövcud olduğunu bilməmiz lazımdır. Bu bizə ərəb dili qaydalarını, mövzularını öyrənərkən cümlə qurmaq istədiyimizdə çox faydalı olacaq. Kəlmə xəzinəmizin nə qədər geniş olması faydalı və mənalı cümlə qura bilməmiz üçün bizə kömək eləyəcək. Ona görə də burada çoxca kəlmə zikr eləməyə çalışdıq. Bunları qeyd eləyərək bir sözlük dəftəri tutaraq bunları əzbərləməniz sizlərin faydasına olacaqdır. Növbəti dərsimizdə görüşmək dileğiyle hər birinizi Allah'a emanet eləyirəm. Esselamu aleykum və rahmetullah.